Salam, belə bir üçbucaq soracağına baxaq. Deməli bizə deyilir ki, ABC bir üçbucaqdır. Təbii ki, gördüyümüz kimi ABC bir üçbucaqdır. BY BD-yə bərabərdir. Zaten şəkildə qeyd olunub. CD SF-ə bərabərdir. AB'yə 30 dərəcədir, YDF 40 dərəcədir, F isə 20 dərəcədir. Bunlara görə bizim alfa bucağımız neçə dərəcədir? Bizdən o soruşulur. İndi biz baxmalıyıq burada nəyə? Bizə BY və BD tərəfinin bərabərliyi verildiyindən biz buradan o qənaətə gələ bilərik ki, BYD bərabər yanı bucaqdır. Bərabər yanı bucaqda da oturacağı bitişik bucaqlar bir-birinə bərabər olmalıdır. Oturacağımız haradır? Yan tərəf olmayan yer. Yəni bunlar yanında da bunlar bərabərdirlər. Onda oturacağımız Y-dədir. Yəni bu deməkdir ki, YD-yə bitişik bucaqlar bir-birlərinə bərabərdirlər. BYD məsəl üçün X olsa, YDB-də BYD-nin nəticə odur. Yəni X-dir. O zaman biz YB-dən tapa bilərik. Hardan tapa bilərik? Bucaqların cəmi 180 dərəcədir. Ona görə də YB-dən dərəcə ölçüsü 180 çıxaq 2x olmalıdır ki, axırda bunları kimsə gəlib toplasa görsün ki, həqiqətən də bunların cəmi 180 dərəcədir. Eyni proseslə biz DF3 bucağının üstündə işləyə bilərik. Görərik ki, baxsaq, CF CD-yə bərabərdir. Bu deməkdir ki, DFC bərabər yanlış bucaqdır. Əgər DFC-yə bir dənə Y versəniz, FDS də Y olmalıdır. Çünki dediyim kimi oturacağı bitişik bucaqlar məhz bu bucaqlardır. Yenə də eyni qaydadan FCD nə olmalıdır? 180 çıxaq 2 Y olmalıdır ki, daxil bucaqların cəmi 180 dərəcə olsun. İndi bizim burada diqqət etməli olduğumuz şeyin biri də nədir? Bu D bucağı. Gördüyünüz kimi 180 dərəcədir, yəni açıq bucaqdır. O açıq bucağa nə daxildirsə, onların cəmi elə 180-i verməlidir. Bunlara nələr daxildir? X daxildir, Y daxildir və 40 daxildir. Yəni X-in, Y-in və 40-ın dərəcə ölçüsü bizə verməlidir 180 dərəcəni. Biz buradan X-dən Y-i toplasaq alarıq 140 dərəcə. X-dən Y-in cəmi 140 dərəcə oldu. İndi bizdən axırda nəyi soruşur? Ora gəlib baxmaq lazımdır ki, bizdən alfanı soruşur. Amma biz hələ alfanı istifadə eləməmişik. Gəlin istifadə eləyək. Harada istifadə eləyə bilərik? Bizim ABC, yəni böyük bucağımızın alfası, yəni A bucağı alfadır da, bu onun bir daxili bucağıdır. Biz də bilirik ki, daxili bucaqların cəmi 180 dərəcə olmalıdır. Hansı ki, bu 2 ilə 3 bucaqda biz o qaydanı işlətdik. Yəni bu deməkdir ki, buradakı alfanın, buradakı B bucağının, yəni bunların cəminin və buradakı C bucağının, yəni bunların cəminin cəmi 180 dərəcə olmalıdır. Yəni beta bu A bucağıdır, B bucağı 30 plus 180 çıxaq 2x-dir. Və C bucağı da 20 plus 180 çıxaq 2y-dir. Bunların cəmi nəyə bərabərdir? 180-ə bərabərdir. Çünki yenə də qeyd edirəm, bu A bucağıdır, bu B bucağıdır, bu isə C bucağıdır. ABC bucaqlarında cəmi 180 dərəcə olmalıdır. Çünki onlar daxili bucaqdılar, bucağın daxili bucağıdırlar. İndi burada hesablasaq əgər, daha rahat olmaq üçün buradakı 180-lər getsə, alfa plus 180 ilə 30 elədi 210, 20 də burada 230. Çıxaq 2x, çıxaq 2y bərabərdir nəyə? 0-a. Bizə nəyi soruşur? Alfanı soruşur. Bərabərdir. Alfanı bu tənəkdən tapsaq. 2x plus 2y, bilirik ki, bunlar bu tərəfə keçəndə mənfilər müsbət, müsbətlər mənfi olur da. Bu da plus 230, çıxaq olur minus 230. Aha. Biz burada alfanı tapsaq. Buradan 2-yi çıxararım mörtəzənin xaricinə. 2 vuraq x plus y, çıxaq 230. Və biz x plus y-in də cəmini bilirik ki, 140-dır. O zaman biz buradan alfanı kolaylıqla tapa bilərik. 2 vuraq x plus y-in yerinə yazırıq 140. Çıxaq 230. Yəni alfa da bərabərdir. Bu eləyir 280. Çıxaq 230 da burada. Alfa da bərabərdir 50 dərəcə. Bizdən nəyi soruşurdu? Alfanı soruşurdu. Biz də tapdıq alfa 50 dərəcə. Sual buydu.